intizar, intizar. İntizar mahnısının tarihi belə olub yazılmasının. 1963-cü ildə atam artıq Qusarda idi. Qusarda teatr təsis etdiyindən sonra Rəşid Beybudow tərəfindən, mahnı teatrının direktoru Rəşid Beybudow tərəfindən sifariş verilir ki, atama intizar mövzusunda şeir yazsın, mahnı yazsın. Və atam müqavilə bağlayır, mahnı teatrından müqavilə bağlanır və yazır bu mövzuda. Ruhangiz xanım Qasımova rəhmətlik mənə telefon bağlantısı ilə mənə bildirdi ki, bəli, orada heç bir şübhə yoxdur, həqiqətən də Rəşid Beybudovun istəyi ilə, sifarişi ilə yazılmış musiqidir. Sən olmazsan ürəyimdə hər zaman Vüsalına həsrət çəkib gəzməzdim. Bu hardan irəli gəlir? Atamın bildiklərimə görə, atamın yaxşı münasibətləri var, dostluq münasibətləri var idi Rəşid Beybudovla. Elə Bakıda olandan onlar yaxşı dostluqlar. Mənə elə gəlir, bu dostluq da gedirdi Bəxtiyar filmindən. Çünki Bəxtiyar filmində Rəşid Beybudov Bəxtiyar rolunda oynayır. Əkbər də, mənim atam da o vaxtı ilk dəfə olaraq kütləvi səhnələrdə çəkilir Bəxtiyar filmində. Kinoya onun marağı da onun filmdən 1955-ci ildən başlayır. Sonra 1956-cı ildə Məşribat filmində Üzeyir Hacıbey rolunda çəkilir. 57-ci ildə artıq o Qızmar Güləş altında filmində müvəffəqiyyətlə çəkilişdən sonra böyük sıçrayışla digər rollara cəlb olunur, dəvət olunur və çəkilir digər rollarda. Bizim Küçə filmində Allah'ın sərgüzəştləri, Leyli Məcnun, Mas filmdə Ağlayı Tarusa filmində fragment rolda oynayıb. Əsil Dost filmində orada da fragment rolda oynayıb. Onu Nərman Axundov televizorda səsləndirdi. Mən bilmirdim, bizim ailə heç bilmirdi ki, filmdə çəkilir.